Ad familiyan nə idi? Hə? Əhmədov Abdurrahman. Abdurrahman, harasan sən? Lerikli. Burada nə gəzirsən? Çöldə qalırsan. Qulaq as görüm. Sən internetdə olmusan? İnternetdə neçə yaşına kimi olmusan orada? 11 yaşında, 6 yaşından 11 yaşına qədər orada qalmışam. Niyə qaçmısan oradan? Döyürlər. Döyürlər. Çox incidirlər. Yemək içmək verirdilər sənə? Yemək verirdilər, xeyirlaşdırırlar. Hə. Döyürdülər. Bəs gecələr harda qalırsan? Kompüterlər, pul kapıram, 2 manat, 2 manat, deyib dağılmışam. 2 manat, 3 manat, yəni dilənirsən də küçələrdə. Camaatdan alırsan, gedib kompüterdə qalırsan. Bəs o kompüterdə qalanda səhərə qədər səni kompüter sahibi demir ki, yatma burada və yaxud nəsə. Pulunu verirsən, oturursan orada. Bəs nə yeyirsən, nə içirsən sən? Nə oldu, yiyəm. Dünəndən yemisən yoxsa? Yox, ölürəm aslında. Acsan. Biz sənə köməklik eləyərik, gedib yemək yeyərsən. Neçə ildir belə bu vəziyyətdə yaşayırsan? 4-cü ildir. Bu 4-cü ilin müddətində harasa müraciət eləmsən? Kimsə sənə kömək eləyib? Əslin haralıdır? Lerikli. Atan, anan var? Anan rəhmətə gedib, atavı görməmsən. Bir qohum əqrabaların var sənin orada? Olmamışım, heç orada olmamışım. Olmamısan. Qohumların var heç olmasa? Dayılarım var, başqalarım var. Dayıların var. Bəs o dayıların bilirsən bu vəziyyətdə olmağı? Bilirlər, heç sahiblənmirlər də. Sahiblənmirlər, başa düşdüm. Dayılarının heç olmasa adlarından bildiyin varmı? Heç birisinin adını bilmirsən. Aha. Və onlar səni niyə belə yer durmurlar? Səni internatda kim qoymuşdu o vaxt 11 yaşında? Maman. Niyə görə qoymuşdu? İmkanı yox idi. İndi rəhmətə gedib. Allah rəhmət eləsin. Hə, ev yoxdur. İnşallah yəqin bu videoya baxarlar. Sən o Lerikdən dedin də sən. Lerikli dayılarım yəqin ki səni üzdən tanıyarlar. İmana dinə gələrlər, bəlkə sənə bir köməklik eləyərlər, səni axtarıb arayarlar. Bu internetdən qaçıb, internet bunu axtarmır.